CinemasterCard kinoteatrında Walt Disney Pictures studiyasının elmi fantastik janrda çəkdiyi Tron Ares filminin premyeradan öncə nümayişi baş tutub. Nümayiş ən müasir ScreenX formatında keçirilib. Tədbir Tron kainatının ruhunu əks etdirən rəqəmsal texnologiyalar və vizual möhtəşəmliklə zəngin unikal hadisənin tərkib hissəsi olub. CinemasterCard kinoteatrında Walt Disney Pictures studiyasının elmi fantastik janrında çəkdiyi Tron Ares filminin premyeradan öncə nümayişi keçirilir. Bu ekran əsəri Tron Irs filminin davamı olmaqla Tron franşizasının 3-cü tam metraj layihəsidir. Tamaşaçılar Tron Ares filmini türk, ingilis və rus dillərində, həmçinin 4DX və ScreenX formatlarında izləyə bilərlər. Çoxdan maraq doğuran bir filmdə olmamışam. Çox istəyirəm ki, məni təəccübləndirsin, sevindirsin. Bugün biz yenidən bir CinemasterCard'ın ilkə imza atdığı bir filmi görəcəyik. İnanıram ki, hər zamanki kimi bu dəfə də CinemasterCard öz maraqlı filmləri ilə geniş tamaşaçı kütləsini cəlb eləyə biləcək.